Qeyri-sabit hava şəraitində sürücülərin yol verdiyi təhlükəli səhvlər kifayət qədər çoxdur və bunun əsas səbəbi sürmə qaydalarına əməl etməməkdir. Məsələn, yollar palçıq, su olduğu halda bəzi sürücülər sürəti azaltmaq əvəzinə həmin palçığı və suyu ətrafdakı tikililərin və insanların üzərinə sıçradırlar ki, bu da açıq-aşkar qayda pozuntusudur. Ümumiyyətlə, qeyri-sabit hava şəraitində sürücülər və piyadalar nələrə diqqət etməlidirlər? Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Missiyazı açıqlamasında bildirib ki, qış təkərlərindən istifadə etmədən sürət rejiminə aşmaq təhlükəli manevrlər etməkdə ciddi problemlərdəndir. Ümumilikdə sürücülər çox ciddi səhvlərə yol verirlər. Bu vərdişlərdən də əl çəkmirlər. Qış təkərləri mövzusu barədə mən kifayət qədər danışmışam və hesab edirəm ki, bu mövzu məcburi şəkildə qanunvericilikdə öz əksini tapmasa, heç vaxt həllini tapmayacaq. Çünki iki dövrdə insanlara nə qədər sözlə nəyisə başa salmağa çalışırsansa, xeyri olmur çox vaxt. Yəni bəziləri bunu anlayır, böyük bir qismi isə anlamır. Belə olan halda çıxırlar qarlı buzlu yollara, səhər saatlarında sürüş təcrübəsi olmayan insanlar var, avtomobilin texniki xarakteristikasına bələd olmayan insanlar var və bunlar səhər 6-da, 7-də yola çıxırlar, hansı ki o saatlarda dəfələrlə xəbərdarlıq olunur ki, yol sürüşkən olur. Baxıb görürsünüz ki, maşınlar hamısı dərənin dibindədir. Elməddin Muradlının sözlərinə görə, qarlı, dumanlı havalarda sürücülər qanunvericiliyin tələblərinə uyğun hərəkət etməlidirlər. Bu isə o deməkdir ki, meteoroloji və yol şəraiti nəzərə alınaraq sürət minimum təhlükəsiz həddə endirilməlidir. Sürücü təxmini də olsa, həmin şərait üçün ən təhlükəsiz sürəti bilməlidir. Amma reallıqda görünür ki, yol buzlu olduğu halda əksər avtomobillər asta hərəkət etdiyi bir vaxtda hansısa məsuliyyətsiz sürücü əks istiqamətdən sürətlə gəlir və çox vaxt qəza törədir. Qış təkəri olmayan, texniki baxımdan yararsız avtomobillərlə riskə gedən bu sürücülər özlərini sübut etməyə çalışır, şou göstərmək istəyirlər. Nəticədə ağaca çırpılma, avtomobildən sərnişinlərin çölə atılması, ağır xəsarətlər və hətta ölümlə nəticələnən hadisələr baş verir. Təəssüf ki, bu cür görüntülər digərləri üçün də dərs olmur və eyni səhvlər yenidən təkrarlanır. Bu sahədə insanların üzərində qanun ən sərt formada dayanmalıdır. Başqa çıxış yolu yoxdur. Yol polisi, meteoroloji xidmətlər, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi tərəfindən hava şəraiti ilə bağlı davamlı xəbərdarlıqlar edilir. Lakin bütün bunlara baxmayaraq, vəziyyət ciddi şəkildə dəyişmir və yenə də qarlı buzlu yollarda qəzalar baş verir. Təbii ki, piyadalar yolu keçərkən mütləq diqqətli olmalıdırlar. Çünki adi quru havada maşının dayanma məsafəsi fərqlidir. Yağışlı, buzlu, qarlı havada isə fərqli. Ona görə, yəni elə keçidə çatan kimi yol mənimdir deyib yolun ortasına tullanmaq lazım deyil. Bu çox təhlükəli və riskli bir hərəkət olar. Sürücülər isə dediyim kimi mütləq keçidlərə yaxınlaşanda diqqətli olmalıdırlar, sürəti azaltmalıdırlar. Piyadalarla münasibətdə son dərəcə diqqətli olmaq lazımdır. Sürücülərin ən böyük problemi sürətdir. Avtomobilin dumanla örtülməsi, havalandırma sistemini düzgün tənzimləyə bilmirlər. Bir də görsə avtomobil dumanın içindədir. Sürücü ətrafı görmür. Güzgülərlə işləmək lazımdır. İşıq cihazlarına diqqət etmək lazımdır. İlahə Qəmbərli, Çingiz Abdullayev, Missiya TV.